İki kiçik qızın hekayəsidir. Böyük şəhərdə doğulmuş Sara və kiçik bir kənddə doğulmuş Leyla. Leyla böyüdükdən sonra saç ustası olmaq arzusundaydı. Sara'nın arzusu yaxşı bir oğlanla evlənib böyük bir ailəyə sahib olmaq idi. İllər keçdi, qızlar böyüdü, lakin iş yox, pul yox. Bəs onların ümidləri və arzuları? Bir gün Leylagilin kəndində böyük bir həyəcan var idi. Onun xalası oğlu xaricdən yenicə qayıtmışdı. O hamıya qəşəng hədiyyələr gətirmişdi. Xaricdə işləmək əladır, xalası oğlu Leylaya dedi. Bəlkə sən də mənimlə və həyat yoldaşımla birlikdə xaricə gedəsən? Mən sənə yaxşı bir iş taparam, sən saç ustası ola bilərsən. Mənə inan. Leyla ilə xoşbəxt idi ki, o xalası oğlu ilə xaricə getməyə razılaşdı. Bu müddətdə Sara öz şəhərində yaraşıqlı bir oğlanla tanış oldu. O, Sara'nı gözəl yerlərə aparırdı. O, həm də elə yaxşı rəqs edirdi ki, Sara ona aşiq oldu. Xaricdə işləmək əladır, sevgilisi ona dedi. Nə üçün sən də mənimlə gəlməyəsən? Mən sənə yaxşı iş taparam. Amma sən əvvəlcə mənim ailəmlə tanış olmalısan, Sara dedi. Əvvəlcə sevgilisi dedi, biz işləyib pul qazanacağıq və geri qayıtdıqdan sonra möhtəşəm bir toy edəcəyik. Sənin valideynlərin çox razı qalacaqlar. Mənə inan. Sara sevgilisi ilə xaricə getməyə razılaşdı. O elə xoşbəxt idi ki, nəhayət onun arzusu gerçək olacaqdı. Sara heç vaxt təsəvvür etməzdi ki, onun sevgilisi onu insan alverçisinə sata bilər. Leyla heç vaxt təsəvvür etməzdi ki, xalası oğlu onu əxlaqsızlıq yuvasına sata bilər. Onlar heç ağıllarına da gətirə bilməzdilər ki, fahişəlik etməyə məcbur ediləcəklər. Onlar sadəcə olaraq daha yaxşı yaşamağı arzu edirdilər və indi Leyla hələ də fahişəlik etməyə məcbur edilir. Sara qaçıb xilas olmağı bacardı, lakin bir daha heç vaxt ailəsini görməyə bilər. Bu həqiqi hekayədir.